Dostlar, mən Amir Winmaster və sizi Oyunbaz kanalından salamlayıram. Gördüyünüz kimi 2 dənə əjdaha bir DualSense sizin qarşıda gəlmişəm. Biri 30 illiyə həsr olunan, biri isə God of War 20 illiyinə həsr olunan xüsusi dizaynla, editionla sizin qarşınıza gəldim. Deməli, ilk öncə sizə adi DualSense göstərmək istədim. Bax, bu gördüyünüz adi DualSense, yəni baxın. Yəni ki, görsən orada, belə yaxına da gətirə bilərəm, bilmərəm. Fokuslayacaq yoxsa yox. Yəni ki, fokuslayacaq. Adi DualSense, bu DualSense-in mənim PlayStation üzərindən çıxıbdır. Yəni, çox yaxşıdır. Hələ ki, işlədirəm, 1 aydır. Baxa bilərsiniz. Çox yaxşıdır işləyir. Yəni yaxşıdır. Sadə, gözəl DualSense-in bütün funksiyaları öz yerində, triggerlər, adaptiv triggerlər və aralıqları hər şey idealdır. Keçdik əsas bizim bugünkü qəhrəmanlara. İlk öncə gəlin başlayaq 30 illiyə həsr olunan, belə deyək, DualSense-ə xüsusi dizaynla, bunu da yaxında göstərə bilərəm sizə. Fokusdadır, bəli, fokusdadır, görürsünüz özünüz. Belə bir korobkası var. Gəlin ilk öncə bu korobkasını çıxardaq. Belə açırıq. Bəli, baxın 30 illiyə həsr olunan. Ops, yəni ki, görsəniz. Bəli, 30 illiyə həsr olunan korobkanın içərisində DualSense-ni çıxardaq görək. Makulatura göstərməyə mənası yoxdur məncə. Bəli, bu da DualSense-imiz. Ən sevdiyim DualSense-lərdən biridir dizayn olaraq. Çox möhtəşəm dizayn var, yəni ki, görürsünüz deyil hal-hazırda. PlayStation 1 dizaynındadır. Üstündə olan, belə deyək, X 4 bucaq, belə deyək, dairə və 3 bucaq, yəni X nolik 4 bucaq, 3 bucaq. PlayStation 1 Gamepad dizaynları belə saxlayayım. Gamepad dizaynları. Bu da çox gözəldir. Ortasında isə klassik PlayStation logosu var. Çox gözəldir və mən sizə deyərəm, bunu dostumla da bir yerdə almışdıq. Kamilə bir yerdə. Onu demək istəyirəm ki, bu DualSense adi DualSense-dən, yəni analoqlar daha smooth, yəni belə deyək, yumuşaqdır. Belə hər şey adidir, belə baxa bilərsiniz, yan-yana ikisinə də baxa bilərsiniz. Bunlar çox maraqlı dizaynlardır, bir dəqiqə fokuslasın kameram. Yəni ki, fokuslayacaq, belə baxıyaq. Bu adi DualSense, bu isə 30 illiyə həsr olunan. Hərəsinin öz özəlliyi var. Mən ağ DualSense sevirəm, adi DualSense. Çünki ən birinci o vaxtda PlayStation olmaşına qabaq belə bir DualSense almışdım. Və bu klassik, yəni dizaynla olan DualSense çox xoşuma gəldi. Əladır, dizaynı, çox möhtəşəm dizaynı var. Keçirik növbəti yeni aldığım God of War Edition. Yaxından göstəreyim. Buna baxın, əjdahaya baxın. God of War Edition. Belə bir dizaynlardır. Bu tərəfdə qoca Kratos. Gördüyünüz kimi. Bu tərəfdə isə gənc Kratos'un görüntüsüdür. Bu da DualSense-in özü. İndi bunu açaq görək necə bir şeydir. Nəyə görə bunları sərgəli açıram? Çünki bunlar kolleksiyondur, yəni limited edition olan DualSense-lərdir. Bu isə bax belə qablaşdırmada gəlir. Biraz daha sadə formada gəlir. Bu makulatura. Belə bir yumurta qabına oxşayan bir qablaşdırmada gəlir. Bunu qoyuq qırağa. Aha. Hazırsınız? Yəni yaxına gətirin.
Bəli, budur. Möhtəşəm dizaynı var. Kratos'un tatusu kimi lənəti buradadır. Çox möhtəşəm dizaynı var. Bunların yaxından əlbəttə ki, mən görüntüsünü çəkib əlavə edəcəm. Çox maraqlıdır, çox xoşuma gəlir. Çox smoothdur. Yəni analoqda işləmək olan səsi gəlmir. Yəni qulaq asın. Çox əla. Düymələri də möhtəşəmdir. Və bunu ilk dəfə görürəm. Yəni əlimdə tuturam. Həqiqətən çox möhtəşəm bir belə deyək hisslərdir. Çünki God of War mənim ən sevdiyim belə deyək oyunlardan biridir və bu DualSense-in mütləq şəkildə çox istəyirdim ki, öz kolleksiyamda olsun və əldə elədim və peşman deyiləm. Əgər sizdə də mağazalarda, bildiyiniz yaxınlıq mağazalarda varsa, gedib əldə eləyə bilərsiniz. Çox qəşəngdir və tövsiyə edirəm. Gəlin, bu arxasında da God of War yazısı var. 20 illiyə həsr olunur. Baxın, burada özünüz görə bilərsiniz. Belə artıq iki kolleksiyalı, belə deyək, bir 30 illiyə həsr olunar, bir də God of War kolleksiyasında olan DualSense-lərim var. Çox, belə deyək, gamer olaraq çox xoşbəxtəm və tezliklə istəyirəm God of War-u test edeyim. Görə bilməzsə, işləyirmi yoxsa? İşlər yəni ki. Belə dostlar, bu emosiyaları sizlə bölüşmək istədim, qısa icmal eləmək istədim DualSense-lər haqqında. Əgər bu tip videoları bəyəndinizsə, like eləyə bilərsiniz, şərhdə öz fikirlərinizi yaza bilərsiniz. Sizcə hansı dizaynı daha gözəldir, daha xoşuna gəldi? Mən əlbəttə ki, 30 illiyə həsr olunan dizaynı daha gözəldir məncə. Amma God of War-da əlbəttə ki, mənim üçün özəl bir yeri var. Çünki ən sevdiyim oyunlardan birinə həsr olunan dizaynla DualSense əldə eləmək mənim üçün çox xoşdur. Beləliklə dostlar, videomuzun sonuna çatdıq. Like edin, takip atın, zəhmət olmasa dəstək olmaq istəyirsə, gələn görüşlərə dək sağ olun.